Düşüncə adamları istehsalçıdır, amma indi düşüncə adamları hamısı istehlakçıya çevrilir. Cəmiyyətin bəyandığını yeyir, cəmiyyətin xoşuna gələn sözü deyir, cəmiyyətə bütövlükdə bu yarınmaqdan yolunun keçdiyini bildiyinə görə onu eləməyə çalışır. Amma biz bu cəmiyyəti axı 21-ci əsrə daşıyırıqsa, yəni Məmməd Həsən əminin 19-cu əsrdəki idealı ilə 21-ci əsrdə Azərbaycanlı çoxluğun idealı fərqlənmir. Məmməd Həsən əmidir də. Eyni Məmməd Həsən, sadəlövh, ürəyi təmiz, o Məmməd Həsən daha ürəyi təmiz sadəlövh idi. Bu isə biraz daha belə modern, biraz da çirkaba batmış insan tipidir. Biz indi bunu nə etməliyik? Məmməd Həsən əminin idealına mən də qoşulmalıyam. Mən Məmməd Həsən əminin eşyəyinin harasa gedib demək, özünü bir cəhalətə qurban verməsi yolunu təqdir eləyə bilmərəm. O, heç olmasa o eşyəyi əvəz eləyən maşınla uşağı məktəbə aparmalısan. Artıq məktəbə yönətməlisən, təhsilə yönətməlisən. Çünki o təhsilə yönələn kişilərin hesabına bu cümhuriyyət quruldu. Böyük müstəqil dövləti ona görə ki, bizdən də cəsur xalqlar var, bizdən də döyüşkən xalqlar var. Müstəqil dövlət qura bilməyiblər, dağlarda döyüşürlər, çöllərdə döyüşürlər, illərdir, əsrlərdir. Amma biz nəyin hesabına qurduq? O məktəbə gedən kişilər böyüdülər, Zərdabi, Məmməd Əmin Rəssuadə, Xoyski, Əhməd Ağoğlu, böyüdülər, dövlət qurdular bizə. Və biz də bu nəslin davamıyıq, onu yaşatmalıyıq. Ona görə də, yəni biz istehsalçını istehlakçı ilə, yemək istəyənlə, ancaq yeməkdən başqa bir şey düşünməyən, nəysə biraz da artıq pulum olsun deyə bunu düşünməyən insandan fərqləndirməliyik və biz faydalı yemək hazırlamalıyıq cəmiyyətə. Faydalı şeyləri verməliyik. Bunun üçün də düşüncədə inqilab olmalıdır da. Əlbəttə.